Salam əziz dostlar. Sizə bugün yenə güllərimdən gəlmişəm. Yeni videomda xoş gördüm hər birinizi. Bugün sizə ceyran gözlərimi çəkəcəm. Məndə bunun mənə elə gəlir ki 6 növü var. 6 cür rəng açanı var. Daha çox olubdu, bilmirəm nədənsə xarab olanları da olur, çürüyənlər də olur. Yəni daimi heç bir gül olmur da, elə gəlir, gedir, xarab olur, qocalır. İster istemez neyse daimi kalmış. Böyle bugün size ben bu güzellerimi göstermek istiyorum. Görürsünüz ki bu dəqiqə en güzel açan vaxtlarıdır. Bunlar ildə bir dəfə çiçək açır. Yəni amma bir ay, 2 ay belə sürə bilir bunların çiçək açmağı. Bunlar biraz xırda çiçəklisidir. Məndə böyük çiçəklər də var. Onların hamısını bir çəkəcəm sizə. Hem düyməsi çoxdur, hem de çiçəkləri çoxdur. Bol belə çiçəklidir. Mən bunu belə yuxarıdan asıram. Belə görürsünüz ki, belə yayvandır. Yəni bunların çiçəkləri qutarandan sonra bunları budamaq fikrindəyəm. Çünki bu büyük tamam. Yenidən pöhrələnməyə bıraxacağım. Çünki yenidən pöhrələnsə daha yaxşı olar. Artıq qocalıbdır bəzi zoğları. Onları cavanlaşdırmaq məqsədi ilə bunları yeniden budayacağım. Keçim birisini çəkeyim. Bu tünd marqaniz rəngi olanımdır. Bu da böyük ləçəklidir. Yəni çiçəkləri eyni oxşasalar da, amma bu böyük çiçəklidir. Bunun çiçəyi daha böyükdür. Belə qəşəng tünd marqanizdir də, qaraya yaxın marqanizdir. Belə bunların xırdaları da olur, amma bu ən böyük çiçəklisidir. Hətta görürsünüz düyməsi biraz qarıya da oxşuyur. Belə gözəllər gözəli. Bir dənə budaqda görürsünüz nə qədər turuncuqlar qoyub. Çox da qəşəngdir. Bunların baxımı çox rahatdır. Bir dənə ağ mirçəkdimi, ağ bitdimi belə ona meyilli olurlar. Yəni onlar çox tez onlar bitlənə bilirlər. Ona görə də yay aylarında 2-3 dəfə bunları dərmanlamaq lazımdır ki, bit xarab eləməsin. Bir də hər il cavanlaşdırmaq lazımdır ki, yeni pöhrələr versin. Bu da mənim gözəl çıqqılı balaca ceyran gözümdür. Bundan çox idi bu illərim. Hədiyyələr vermişəm bir çoxun. Belə, bu da yenə çiçəyindədir. Çiçəyi qutarandan sonra bu gövdəsindən qıracam. Pöhrəlik gələnir bundan gözəl olacaq. Bu da bir başqa növ ceyran gözümdür. Bu da belə bol çiçəkli növdür. Çox gözəl çiçəkləyir. Bundan xeyli artırmışam. Bu ən gözəl. Sizin sevərək, bəyənərək həyətinizə, pilləkəninizə, qapınıza yaraşan bir növdür. Çox gözəl növdür bu. Nə qədər gözəl, o qədər göz oxşayan bir növdür ki, yəni belə çox xoş gəlir adama. Bunu tərəfdən də çəkəcəm. Və digəri bu ceyran gözüm, bu da 2 rəngli. Bunu mən çox sevirəm, çox xoş deyirəm. Bu da qəşəng çiçəkdədir. Bundan 2 saxsı varımda. Çox da qəşəngdir. Xoş deyirəm. Bunu da yenə payızda buradan gövdəsindən qıracam. Aşağıda olanları belə pöhrələsin, qalxsın. Qəşəng növdür bu da. Bu da qəşəngdir. Kalanşum. Və bir başqa ceyran gözü də bu da şeydir. Şokolad rəngi olanımdır. Çox qəşəngdir. Çox da gözəl çiçəyi var. Bu da ən böyük çiçəklilərdəndir. Bunların da növləri var. Biraz balaca növü də var. Bu ən böyük növüdür da. Bundan yekə çiçəklisi yoxdur. Bundan balacaları olur, amma yekəsi yoxdur. Bu da çox gözəldir. Bu da mənim o birisi ceyran gözümdür. Hamısı çiçəklərim qəşəngdir. Buradan bunu da təkrar çəkim. Bax, belə gözəl göstərişli çiçəyi var. Bunu çox bəyənirəm. Hamısı gözəldir. Bəyənmədiyim çiçəyi almıram. Xoşladığım çiçəkləri alıram həmişə. Amma bu daha da gözəldir. Bunu mən aldım, doluya düşdü. Anası, bunun anası. Xarab oldu, getdi. Bir dənə beləsi yaxşı ki var imiş. Beləsin yekəldi, belə oldu. Və bundan da nə qədər çiçəklər
Əkmişəm. Gözəl parıltılı bir rəngi var. Çox xoşdur. Bu da xoşdur. Gözəlimdir bu da. Belə. Hamısı gözəl rəngindədir. Hamısı gözəl çiçəkdədir. Ramaşkam da artıq çox gözəl açıb. Bu da öz gözəlliyini sərgiləyir. Bu da qırmızı, al qırmızı rəngdə olanımda çiçəyi indi üstündə yoxdur. Təkrar açmağa başlayır. Yəni bu hələ heç açmayıbdır. Biraz geri qalıb bu. Digər videolarımda, bir-iki videoların qapağına bunun açılı şəklini qoymuşam. Yəni orada var. Bu da başqa bir gözəlimdir. Bu da bir başqa növüdür. Çox qəşəngdir. Görünür, çox gözəldir bu da. Bunu da budayacağım çiçəyə qutaran kimi. Bunları çiçək açsın, qutarsın, təkrar budayıb artıracağım. İnşallah çox gözəldir bu. Bu zelyumkanın belə gözəlliyi. Gəldim bura. Burada da mənim belə qədifə gilanar rəngidir bu. Belə qırmızı çıxır, amma gilanar rəngi olan belə qatlı çiçəkli. Bu pelargoniyadır. Bol düymədir. Bu qabda 3 dənə rəng olmalıdır. Ağ rəngi də var. Hələ ki o yəqin ki çiçəkdədir. Qırmızılarım amma açıqdır. Görürsünüz ki bol çiçəkdədir. Belə gözəldir. Gözəllərim. Kalaşom da yeni qəşəkdir. Mənim dəyərli izləyicilərim hamısı yazır ki, bizə tez-tez video çək, sizdə videoları izləyərkən çox xoşumuza gəlir. Çox sağ olun əziz dostlarım. Sizin də həmişə gözəl çiçəkləriniz bol olsun. Belə göyərir artıq qapı, həyət. Bəyənməyinizə çox sevinirəm. Xoş sözləriniz üçün təşəkkür edirəm hər birinizə. Boylarımdır bunlar. Bu 2 dənəsi mor rəngdir. Gözəldir. Bunlar da göyərib ki, dünənlərim amaralistlərimin çoxun yerdən çıxartdım. Biraz da onu deyim sizə. Yerdə olan amaralistlərimdir bunlar. Hamısını yerdən çıxartmışam. Bir dənə su şüşəsi, su qabı var idi. Belə ortadan böldüm 2 yerə. Birin belə yerə taxdım baş hissəsini. Bir dənə böyük soğanı buraya əkmişəm. Çünki yerdə tez xarab olur. Bunu belə özüm əkmişəm. Bu hissəsi torpaqda olmamalıdır. Onda tez çürüyür. Bunları yerdən çıxartdım. Çoxdur. İndi qabları göstərəcəm sizə. Belə inşallah ki çiçək açar, amma yəni yerdə nə varsa çıxartmışam. Qorumaq məqsədi ilə. Çünki bu il qar bərk yağdı. Qorxdum ki bunlar xarab olar. Ona görə də bunu artıq çıxartdım. Belə gözəllərimi görürsünüzmü? Nə gözəl açıq. Bu rozva rəngi olandır. Çox xoş rəngi var, qəşəkdir. Bunlar da yeni düzəltdiyim kasım patılardır. Bunları belə yer əkmişəm. Bir sıra belə kasım patı əkmişəm. Güllərimin qarşısından belə daşları da qırana yığmışam ki torpaq axmasın. Torpaq daşıyıb tökmüşəm bura. Bunları əkmişəm. Rəng-rəng inşallah ki düzgün belə görkəmə düşərlər çiçəklənəndə. Amma hər gün suluyuram belə. Köhlü olanlarım tutubdur, bilirəm ki. İndi demək olar əlimə nə gəlib, əkmişəm bura. Xırdalardandır. Mənə elə gəlir ki boy gödək olmalıdır bunların hamısının. Çox gözəl qoxusu gəldi. Belə bu gözəlim də belə. Hamısı demək olar açıqdılar. Çox qəşəkdirlər. Böyük tikanlı güllərimiz də görürsünüz nə qəşək. Hamısı zoğlayıb. Bu da qəşəkdir belə. Bir dənə əkmişəm. Bir dənə əkəndə bax belə qəşək görünür. Bunların düzdür, əsl gözəlliklərin gözlə görəndə daha gözəl, xoş olur. İndi sizə çatdıra bildiyim qədər göstərirəm. Çox qəşəkdirlər. Belə də durur. Aralarından əkmişəm. Tikanlı güllərin arasından da bunları əkmişəm. Çox qəşəkdir.
Ve bu qırçın. Bunun güzel kokusu var. Çok qəşəngdir bu. Qəşəng qoxuludur. Ve geldim buraya, bu lilyamın yanına. Lilyam da görürsünüz ne güzeldir. Balaları da soğanları ekmişəm. Bu da esas gövdədir. Bu gövdədən görəsiniz ne güzel bir çiçək olacaq. Keçən ilki videolarımda var. Limon sarısı rəhdədir, çox gözəldir. Bu da mənim amaralislərimdir. Tabi də nə qab qoymamışam. Qala hamısını əkmişəm bura. Kraska kutularına yerdən çıxartdığım. Hələ bir 4 yerdə yerə əkmişəm. O tərəfdən yeri də belələrindən əkmişəm 4 dənəsini. Arayla çünkü qav tapmadım əkməyə. İndi əgər gələcəkdə qav taparamsa təkrar çıxardıb yenə qav əkərəm, amma hələ ki qavım yoxdur. Belə özüm əkmişəm bunları. Soğanı biraz çöldüm aldım. Hətta bunun düyməsi də belə var. Burada yəqin ki qəşəng çiçək açanlar. Açmasalar da qışda bir qorunaqlı yerə qoyanda yenə xarab olmur da soğanlar. İndi bilirsiniz bunların soğanları çox bahalaşıb. Mən bir dənəsini alıb bax, içi qırçınını almaq istəyirdim. 30 manat dedilər soğanın. Ona göre hiç almadım, düzdür. Amma çox bahadır. Ona görə də bunları belə qorumağa çalışıram artıq. Yəni bunları bar etməyim. Çox bahadır soğanlar, amaralis soğanları çox bahadır. Düzdür onlar Holland sortlarıdır. Amma yenə də bahadır. Və gəldim bu tülpanlarımın yanına. Artıq axşamdır. Bunlar da belə yumulublar. Günorta qəşəng açırlar, amma axşam yumulu olurlar bunlar. Buradan da sizlə sağollaşıram. Yeni videolarda görüşmək üzərə. Hələlik dostlarım.